Hər vaxtınız xeyir olsun. Gedirəm Sədərəyə parça almağa. Sədərəyə kombinimi də geyinmişəm. Çox rahat olduğuna görə Sədərəyə gedirəm də bu köynəyimi geyinirəm. Kənardan baxanda belə qalın görsənir. Məni bunda görəndə həmişə anagil, bacımgil soruşur ki, Sola dönün. deyil. Bu köynəyi geyinirsən, amma yəni kənardan baxanda qalın görünür, amma heç də elə deyil də, çox nazik, çox da rahatdır. Gedim, bir parça var idi. O parçanı o qədər çox sifariş götürmüşəm. Gedirəm həmin parçanı 2 top qalıb cəmi. Dedim gedim ikisini də götürüm. Çünki həmin parçaya sifariş çoxdur və o da bitəndə yəni gec gəlir də, çəkir. Belə olur heç gəlmir. Ona görə dedim hazır 2 top var qalıb son olaraq dedim onu da gedim götürüm. Dün Əsmanın da hazırlığı var idi deyə ona görə gec çıxmışam. Saat 2 işləyir, uşa gedim tez 3-ə kimi. 200 metr sonra sağa dönün. 3-ə kimi işlərimi həll eləyə bilsəm, əla olar. Çünki qaydamda dəhşət tıxacı olur. Ona görə inşallah tıxaca düşmərəm. Bismillah. Allah Məhəmməd, ya elə. 400 metr sonra sağla devam edin. Qızın keyfinə baxın da, ayaqlara baxın, ayaqlara. Mənim köməkçimdir də bu. Yeməyini, içməyini də yığıb. Bunlar elə qəşəng parçalardır ki, üzərindəki olan çiçəklər incədirlər. Şu an mənim ən çox bunu bəyənirəm, bunu, bir də bunu. Çox qəşəngdir. Bunlar da qəşəngdir, incədir. Çox qəşəngdir, çox xoşuma gəlir. Trendyol sifarişim gəlib, onu da götürüm. Götürdüm. Yorğan sifariş eləmişdik, tək nəfərlik. Bunu anam sifariş edib. Perkardinləndir. Mən də sifariş eləmişdim. Mən amma taxt üçün sifariş eləmişdim. Çox qəşəng idi. Gəl keç Əsma, keçirsən ki. Bu dəfə də anam üçün sifariş elədik. 2 dənə tək nəfərli yorğan. Görüm, əgər bu da yaxşı çıxsa, gələn dəfə özüm üçün də sifariş eləyəcəm. Görək necə gəlir. Mən sifariş eləyəndə üzərində 2 dənə də yastıq üzü, silikon yastıq üzü hədiyyə gəlmişdi. Anada deyəsən yox. Tək yorğan. Amma bunu açsam şişəcəyəm. Bunu deyəsən vakumluyublar. Vakumlanır. Açsam bu şişəcək. Apara biləcəksən. Bacım buradadır. Deyirəm apara biləcəksən. Neyse açıram. Bir gün açaq baxaq görək necə gəlir. Eyni mənim yorğanımdan. Mikrofiberdir 100%. Qəşəngdir. Yüngül. Mən sifarişi öz yorğanımdan bilirəm də. Qışda isti saxlayıb, biz onu demək olar yazda da ötürük də. Yəni, yaxşı olur, çox qalın olmur. Qəşəng. İndi görüm, anam razı qalsa, 2 dənə də istəyirəm, mən özüm üçün bunun, Əsma ilə Hüseynə. Onlar üçün də, onların yorğanları ağırdır, dəyişmək istəyirəm. Bugün pide hazırlayacağım. Neçə vaxt ürəyim pide istəyirdi. Axır ki qərara gəldim. Bugün mütləq hazırlayayım. Əvvəlcə xəmirimizi yoğururuq. Bunun üçün qaba 2 stəkan isti süd, 1 stəkan su və yarım stəkan da duru yağ əlavə edirəm. Ardınca 1 çay qaşığı duz, 1 çay qaşığı şəkər tozu və 1 paket instant maya əlavə edib yaxşıca qarışdırıram. Daha sonra onu yavaş-yavaş əlavə edərək xəmirimizi yoğururuq. Unu birdən-birə çox əlavə etməyin. Xəmir sərt olmamalıdır. Xəmirimiz maylanana qədər içliyimizi hazırlayıram. Tavaya biraz yağ əlavə edirəm. 1 ədəd soğan və 1 ədəd qırmızı biberi doğrayıb
Yaxşı-yaxşı qovururam. Sonra qiyməni əlavə edib tərəvəzlərlə birlikdə qovurmağa davam edirəm. Pomidoru da əlavə etdikdən sonra duz vurub içdiyin suyu tam çəkilənə qədər bişiririk. Bu müddətdə xəmirimiz də gözəlcə mayalanmış olur. Xəmirdən kündələr götürüb uzun sov şəkildə yayıram və pidə formasına salıram. Orta hissəsinə hazırladığımız içlikdən əlavə edirəm və üzərinə Holland pendiri səpirəm. Pidənin kənarlarına yumurta sarısı çəkib, öncədən isidilmiş 200 dərəcəli sobada üzəri qızarana qədər bişirirəm. Bu ölçü ilə 6 ədəd iri pidə alınır. Pidəni bişirdiyim gün Anagil də bizdə idi. Onlar da dadına baxdı, çox bəyəndilər. Mütləq sınayın deyirəm. Çox ləzzətli və çox dadlı alınır. Əgər pidə sevirsinizsə, hazırlamağınızı şiddətlə tövsiyə edirəm. Şoklardayam. Əsma dərs eləyir. Əsma, nə əcəb ay Əsma? Mən demədən sən nə yaxşı dərs eləyirsən? Sən nənəm? Deyirəm, nə əcəb? İstədim də. İstədin, aferin sənə. Deyir, indi eləyim ki, axşama dərsim qalmasın. Qızım orada dərs oxusun, anası da burada toxusun. Hə? Nə olur? Yumru olur. Hə, sənin üçün çanta toxuyacağam. Bu həftənin sifarişlərini də sizə göstərim. Daha sonra sağollaşın. Burada belə bir dəstimiz var. Belə çox qəşəng parçadır. Çox sifarişini götürmüşəm. Bu parçanın da çox gözəl görsənir. Belə deyim də nadir parçalardandır ki, həmişə olmur. Belə bir çiçəkli parçamız var. Çox qəşəngdir. Bunu da müştəri bəyənib. Parça əlimə gəlib çatanda, yəni həqiqətən də çox bəyəndim. Sonra belə bir sifarişimiz var. Bunu da çox görmüsünüz. İnanın bu parçanın mən artıq bəlkə 4-cü topudur ki, bitirirəm. Yəni həddindən artıq sifarişi gəlir və bu arada bir topumuz qalıb. Hal-hazırda son olaraq sonuncu topu hazırlayacağam. Daha sonra bu parçanı hazırlamayacağam. Çünki fərqli də istəyirəm. Fərqli çeşidlər hazırlamaq istəyirəm. Sonra eyni bayaq göstərdiyim parçadır bu da. Belə. Daha sonra bu parçanı da çox görmüsünüz. Bu parça Instagramdan inşallah ki müsabiqə keçirəcəm və bu dəstə hədiyyə eləyəcəm. Baxın, bu dəstə ayırmışam. Yəni bu da belə deyim də nadir parçalardandır. Çox satılan parçalardandır və sonuncu dəsti bu formada. Bunu da saxlamışam inşallah qalib üçün. Bu arada Instagramda dediyim kimi müsabiqə keçirəcəm və qalibə bu dəstə hədiyyə eləyəcəm. Ona görə də Instagram səhifəmə abunə olun. Qeyd eləyəcəm şərhlər bölməsində. Oradan keçid eləyib səhifəmi izləyərsiniz. Daha sonra bu da bayaqki dəsti. Baxın, deməli biri ordadır bu dəstin. Biri burdadır. Biri burdadır və biri də burdadır. Yəni o qədər çox bəyənilən parçadır da. Burada deməli taxt üçündür. Demək olar 3-ü taxt üçündür. Bircə dənə burada 2 yorğanlı və cihizli idi. Bunun yastığını hələ tikməmişəm, amma üzərinə kəsib qoymuşam ki, tikim. Daha sonra burada belə bir maraqlı dəstimiz var. Bu da cihizli idi. Deməli qızımız dedi ki, prastinyası belə çiçəkli olsun, yastıq üzü də çiçəkli olsun, amma yorğan üzü belə sadə olsun. Adətən öyrəşmişik ki, yorğan üzü çiçəkli olur, yastıq üzü çiçəkli olur, amma prastinya belə saya olur. Amma bu dəfə gəlin qızımız dedi ki, mən yorğanı saya istəyirəm, prastinya ilə də yastıq üzünü çiçəkli istəyirəm və belə çox incə, belə necə deyim, sakit, belə də bəzəkli bir parça seçdi. Biz də onu hazırladıq. Daha sonra belə bir pikəmiz var. Təkdir, dəst deyil. Tək pikədir. İnşallah bu da gedəcək. Sonra burada çiçəkli dəstin tək nəfərliyi idi.
Orada bayaq göstərdiyim taxt üçün idi, bu təkdir. Daha sonra burada da bir dənə belə bu naxışıda, yəni bu naxışda olan parçanı da ilk dəfədir işləyirəm. Orta yaşlı bir xanım üçün sifariş ediblər. Bunlar demək cehizlik dəstlərdir. Müştərimiz öz qızı üçün sifariş edib. Belə 2 ədəd. Demək 1 ədəd tək yorğandan, digəri isə 2 yorğanlıdır. Bu formada cehizlik olacaq. Qutulara yerləşdirmişik. Daha sonra 5 ədəd tək plastinya və 2 ədəd yastıq üzü də, yəni plastinyasına uyğun olaraq yastıq üzləri istədi. Bu arada plastinyasını da böyük istədi, 3 metr istədi. Dedi gen bol olsun, matrasın hər tərəfinə rahatca örtsün. Demək birini belə seçdik. Daha sonra birini bu formada seçmişik. Birini bu formada seçdik. Biri bu cür, oğlu üçündür bu arada. Biri də bu cür. Və bunu da mən bu dəfə mavi ilə yox, üzərində olan açıq rəngli çiçəklə dəstləşdirdim. Çox qəşəng göründü. Bunları paketləyim. İndi gəlib götürəcəklər. Ünvandan götürəcəklər bu arada. Və bu müştərimiz həm də mənim izləyicimdir. Buradan da bir daha təbrik edirəm. Xoşbəxt olsun, yarayanlardan olsun, bəxti taliyi gözəl olsun inşallah. Bir daha xoşbəxt olsunlar. İndi bunları tez paketə qoyun, çünki artıq vaxtı gəlib götürməlidirlər. İncillərimiz yetişir. Buna baxın. Bal axır. Demək bu bizim tut ağacımızdır. Buna baxın, üstündəki qurdlara. Doludur da, yəni ağacı görün necə yeyiblər yarpaqları. Deyib böyüyüblər, bunlar da böyüləridir. Buna bax. Doludur. Hələ biz bir budağı qırmışıq, bir budaq bu gündədir. Azlar. Yaxından çək. Amma qəşəngdilər azam. Onlar qəşəngdir. Tüklüdülər, tüklü. Her bir yere gez bakın altın. Çık bakın şeyin üstüne yadında. O iki dənə yan-yana. Bu Əsmandır. O Əsmandır. Əsman. Ha, onu qoyar, kəsəsən. Əsma bizi bir tər eləyər onu kəssən. Tutmuruq, tutmuruq. Bunlara heç dərmanzat vermirsən, etmə. Dərman yox. Biz vaxtlayırıq ki, dərman. Verməsən bunlar niyəmə də gəlmir bə. Var ata. Burada yoxdur. Ailəvi şəkildə. Gedir bunlara. Bu bizim köhnə xoruzumuzdur. Xoruz deyil, də mutantdır. 4 yaşı var. Bu Nə məxluqudur bilinmir. belə dırnağı bunun nə boydaydı, kəsmişəm. Nene köfte sana. Ben Bakın bu soskasını dörtte da vereyim, pilaf üzüm sen soğuklardan. O yana çevir. Getmə oraya. Toyfun üstündə deyil onların. Tamam. Asistan. Nazlı da bir dənə kəsəcək. O bisləri sən kəs. Ata bilmir axı, göstər sonra. Bugün birlikdə buzluq hazırlığı edirik. Əslində mənim üçün buzluq hazırlığı sadəcə tədarük deyil, daha çox işimin çox olduğu günlərdə əlimdən tutan, mətbəxdə keçirdiyim vaxtı azaldan və həyatımı asanlaşdıran bir üsuldur. Bu dəfə çoxlu yaşıl bibər, qırmızı bibər, pomidor və vişna almışam. Hamısını hazırlayıb buzluğa yerləşdirəcəm. Yaşıl bibərləri həm uzun sov şəkildə doğradım, həm də dolmalıq üçün ayrıca hazırladım. Qırmızı bibərləri isə yeməklərdə istifadə etmək üçün uzun-uzun doğrayıb paketləyirəm. Mən yeməklərdə yaşıl bibərdən daha çox qırmızı bibər istifadə etməyi sevirəm.
Məncə qırmızı biber yeməyə tamam başqa bir ləzzət verir. Ona görə də buzluğumda qırmızı biberin payı həmişə biraz çox olur. Pomidorları əvvəlcə qabığını soyuram, sonra iri kub formasında doğrayıram. Doğrayarkən ayrılan artıq suyunu süzüb, əsasən pomidorun ətli hissəsini buzluq paketlərinə yığıram. Bu pomidorlardan xüsusilə pomidor yumurta və müxtəlif yeməklərdə istifadə edirəm. Hazır şəkildə buzluqdan çıxarmaq həm çox rahatdır, həm də xeyli vaxta qənaət edir. Ümumiyyətlə vaxtımı mümkün qədər səmərəli istifadə etməyə çalışıram. Boş qalan vaxtlarımda əlavə işlərimlə məşğul olduğum üçün mətbəxdə keçirdiyim vaxtı minimuma endirmək üçün çox önəmlidir. Buzluq hazırlıqları da məhz buna görə mənə çox kömək eləyir. Bir də vişnə aldım. Vişnəni çox sevirəm və mövsümü bitməmiş biraz da alıb buzluğa qoymaq istədim. Həm desertlərdə istifadə edirəm, həm də elə buzlu yeməyi çox sevirəm. Beləcə bugünkü hazırlığımızı da tamamladıq. İnşallah növbəti vloqlarda buzluq üçün hazır yeməklər də hazırlayacağım və bütün prosesi sizinlə birlikdə edəcəm. Maraqlı reseptlər və vaxta qənaət edən buzluq yeməkləri gəlir. İzləmədə qalın, kanalıma abunə olmağı və videomu bəyənməyi də unutmayın.